Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyindəki avtomobil yollarının mühafizəsi xidmətində korrupsiya halları ilə bağlı araşdırma başlayıb. Qafqaz İnfonun əldə etdiyi məlumata görə söhbət vəzifə səlahiyyətlərini aşma və korrupsiya halları ilə bağlı ittihamlardan gedir. Qanun pozuntusu ilə bağlı agentlik tərəfindən baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinə müraciət edilib. Müraciət əsasında qurumun bəzi vəzifəli şəxslərinin dindirildiyi bildirilir. Faktla bağlı aparılan araşdırma çərçivəsində kimlərin təqsirləndirilən şəxs qismində cəlb olunub-olunmadığı hələlik məlum deyil. Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirlinin əmri ilə xidmətin rəisi Səfdər İsmailov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. Söhbət avtomobil yollarının mühafizəsi xidmətindən gedir, hansı ki, Səfdər İsmailov son 20 ildə bu xidmətin rəisi vəzifəsində çalışıb.